Hakikat uğrunda ölümleriyle ölümü kamana çekti şehitler. Cesaret mülkünü dikti şehitler. Torpağın bağrına cesetleriyle azadlık tumunu ekti şehitler. Gurur ve ehtiramla anırıq. Salam, hörmətli müəllimlər, əziz uşaqlar. Biz bugün faciə tariximizdə 20 yanvar hadisələrindən danışmaq üçün buradayıq. 20 yanvar azadlığımızın, qəhrəmanlığımızın günü. 1990-cı ilin bu günündə xalqımız öz vətəni uğrunda böyük qəhrəmanlıq göstərdi. 1990-cı il yanvarın 20-sində Azərbaycan ərazi bütövlüyünü pozmaq məqsədi ilə dinc əhaliyə divan tutuldu. Bakıya və Respublikanın digər ərazilərinə Sovet hərbi hissələri yeridildi. Dinc əhalinin kütləvi etiraz aksiyaları zamanı ağır hərbi texnika ilə vəhşicəsinə dağıdılması təkcə süquta uğramaqda olan Sovet siyasi sisteminin qorunması cəhdi kimi deyil, həm də Azərbaycanlıların tarixi torpaqlarından sıxışdırılıb çıxarılması ilə bağlı apardığı mənfur siyasətin yeni şəraitdə davamı idi. O gecə hər bir küçədə igidlik, həmrəylik və vətən sevgisi vardı. 20 yanvar şəhidlərinin xatirələrini almaq üçün bir dəqiqəlik sükut elan olunur. Gece yarısı ateş sesi eşidilirdi ama halk ümidini yitirmirdi. Kadınlar uşaqlar birbirine dəstək oldu. Onlar gözlərindən ümid şəfələrdi. Torpağın səsi
qulaqlarda əks-səda verir. Amma vətən sevgisi hər qurduğumuz sənəyirdir. Şəhidlər torpaq qurban gedirdi. Onlar da həmişə yaddaşımızda yaşayacaq. Biz gənclər onların qəhrəmanlıqlarını unutmamalıyıq. Hər il 20 yanvarı böyük ehtiramla anmalıyıq. Biz birlikdə güclük. Bu qanun nə qəribədir? Bir ölüm, min canı xilas eyləyər. Vətəni uğrunda can verənlərə, yaradan cənnəti miras eyləyər. Hər kəsə bəyandır bu ki, həmişə şəhiddən cənnətin qoxusu gəlir. Bu vətən nə gözəl laylar deyil ki, bu qədər igidin yuxusu gəlir. Torpağın üstündəki bircə damcı qanlı şəhid. İnsanın ailəsini gör necə insandı şəhid. Ki vətən torpağı uğrundaşı qurbandı şəhid. Cənnəti axtaran hər bir kəsə ünvandı şəhid. Çünki səni unutmaqda bizlərə nöqsandı şəhid. Sən baxma gözlərində yaşları lisanlı şəhid. Elə bir xəstələnmişik bizə loğmandı şəhid. Bizlər də çörək aləmə sultandı şəhid. Məzarın nur ilə dolsun hər bir anı şəhid. Çün xeyli çiçək yetişdirib həmin qanı şəhid. Onu şərbət eləyəndir belə dərmandı şəhid. Ki bəlkə göz yaşımız yolunda ihsandı şəhid. Oxunan fatihələr dünyaya üsyandı şəhid. Həmin o torpaq indi üstünə yorğandı şəhid. Canlı şəhid, yaşayan canlı şəhid. Torpağın üstündəki bir canlı canlı şəhid. Elə bir rütbədir ki, hər bir kəsə nəsib olmaz. İnsanın ailəsidir, gör necə insandı şəhid. Yanvar Azərbaycan xalqının tarixində qanla yazılmış bir gündür. İndi isə o faciəni əks etdirən şeirlər dinləyək. Həyatımda ilk dəfə bu qədər qan görürdüm. Qızıl qana bələnmiş, sökülən dan görürdüm. Qan içində çalxalanan Azərbaycan görürdüm. Yerdən, göydən, dənizdən axırdı şəhid qanı. Əzizinəm qan ağlar, könül ağlar, can ağlar. Bugün yalan günümdür. Mərd yanar, meydan ağlar. Həyatımda ilk dəfə bu qədər gül görürdüm. Hər gülün arxasında sınan könül görürdüm. Bütün Azərbaycanı məlu olmuş gül görürdüm. Dünyanı yandırırdı, yaxırdı şəhid qanı. Əzizim nələr gördüm, dəhdağı dələr gördüm. Min şəhidin yasında bir xalqı mələr gördüm. Həyatımda heç zaman belə dərd görməmişdim. Dərdi belə amansız, belə sərt görməmişdim. Mənim düşmənim qədər mən namərd görməmişdim. Namərdlərin başında çaxırdı şəhid qanı. Əzizinəm, yaz şürü, yaz qara libas şürü. Qoymaram qiyamətə qalıb qisas şürü. Bu yükü götürməyə hər çiyində tab olmaz. Hər sözü cümləsi qan, heç belə kitab olmaz. Bir xalqın ürəyində bu qədər əzab olmaz. Millətimi yay kimi sıxırdı şəhid qanı. Ərzim sıxar məni, bir yana çıxar məni. Bu qədər göz yaşları
yıxan yıxar məni. Yağış olub yağırdı, qar olub əriyirdi. Dağ olub tərpənirdi, daş olub yeriyirdi. Bizimlə ağlayırdı, bizimlə keriyirdi. Hamının gözlərindən baxırdı şəhid qanı. Əzizim Qaraqanlı, çək sürfün Daraqanlı. Cəllad əlin qurusun, güllə sərt Yaraqanlı. Heç vaxt şəriatını uzağa sürmək olmaz. Belə ağır günahın altına girmək olmaz. Onu torpaqdan silib yerdən götürmək olmaz. Düşmən qoy yaxşı bilsin, ağırdır şəhid qanı. Əzizim keçər gedər, gələnlər keçər gedər. Hər kəs öz əşliyini axırda içər gedər. Başından kıyamette koparar. Vatanın dar gününde deniz gibi kabarar. Yaman yaman bu kaldı, hakka toprak sarar. Yolcu bizden alıştı, cıvırdık şehit kanı. Azizim oldu benim, kan tıktı yoldu benim. O bu dünya tanışı, şehitten yoldu benim. Sen yolları sabaha atlar, bir kapsıdır. Hakkını isteyen mert oğulların. Şereflik isteyen sur kaçıdır. Bugün yeryüzünde en garip kaldın. Özüne yeniden dönüm anındır. Öteri canlar, çok sevenlerin vatan karşısında. Bugünüzün günü gem günüdür, fakaret günüdür, gurur günüdür. Kalkın varlığını teslim eder, şerafet günüdür, mühür günüdür. Bugün öz qanıyla yazılı millət, ən yeni tarixi insana məsul ucanlı müqəddəs şərəfləriylə çatdırdı dünyaya haqqın səsini. İnsanlara zulm ettiler, çölerde sürüttüler, şehri dana bürüktüler, 20 yanvar gecesi. Nerede vəhşi dansızdılar, evlere ağlar doydular, günahsızları kıydılar, 20 yanvar gecesi. Dağın körpe demediler, yüzlerle can öldürdüler, müsibetler törəttiler, 20 yanvar gecesi. Bugün 20 yanvar şəhid anma günü, istiqlala çağırış xalqın ayılma günü, imperiya önündə xalqın dayanma günü, azadlıq günəşinin qəlblərdə yanma günü. Qızıl qanla yazıldı o günkü tariximiz, o gün qəmə büründü. Torpaq, səma, çay, dəniz, günəş də xəzayətdən bizi bulud dalına, ulduzlar qatarlanıb çıxamadı yoluna. Dan ulduzu ilişib, almışdı göğsünde. Güneş çıkabilmirdi bulutların dalından. Ay buluda bürünüp, pusula gitmiş özünde. Ulduzlar da sönmüştü, ulduz kök yaşamında. Şəhid olan kəslərin sönmüşdü ulduzları, göylərə bülən idi ah naləsi qızların. Analar ağı deyib, göylərə yaz tuturdu, ulduzlar çaş-baş qalıb, itirmişdi özləri. Xalq oyanıb yerindən, birləşirdi ürəklər, qəlblərdə nur saçır, arzular, həm diləklər. Meyran birlikdə ancaq yetişmək istiqlala, satmaq səadət dolu, ülvi təbriz amala. Divarlar güllədən pətəş-pətəşdir, başı dərd əlindən nalələr səçdi. Büründü alnəncə hər tərəf hər yan, qərənfil örtdü yoldalar. Düşmən gözlərini yandırmaq üçün qərənfil yağışı yandı hardadan. Tarixin özünü qandırmaq üçün doğuldu o gecə yüzlərlə oğlan. Küçələr boyanıb olmuşdu alqan, sınağa çəkmişdi sanki yarandan. Bir ömür yaşadık o gecə hər an, o gecə oyandı qalxdı Azərbaycan. Tanklar lədə salıb pay qoparanda, dəldi divarları, mərmi güllələr, qoşun alay-alay o varanda, necə şəhid verdi həmin ülkəyə. Xalqın yayadı, bayı, sərməti, yayadı, biyiri, qoyur dövlədi. İstiqlal mansını çayanda dövləm, vətən xısra qoyur, ömür dövləm. Onlara yalnız musiki danışa bilir. Musiki aletlərinin müşahidə ilə gəl ağlama sən belə mahnısını dinləyək.
almısan? Ata, mən bu il dərslərimə 5 almışam. Ana deyirlər, yazıyaqların üstündə 5 almışam. Afərin ağlını balam, afərin. Xanım, gəl televizorda xəbərlərə baxaq, görək ölkəmizdə nə baş verir. Gəl baxaq. Ata, telefon yavaş oldu. Başa düşmədim oğlum. Sağ uçda sanılara biraz düzəldər. Sözlər nədir? Artistik ulica! Tam da adamın yaklaşık. Slavik, hani bezarmış ya. Bunu var ki sen ne ettin bu? Papier, kasna, stryjaj! Udeczy! Sovet ordusu qoşunları Bakıya və Azərbaycan digər rayonlarına daxil olması nəticəsində 131 nəfər həlak olmuş, 400 nəfər həbs edilmiş, 4 nəfər isə itkin düşmüşdür.
qəhrəman kimi yaşayacaq. Azərbaycan xalqı üçün hər bir əsgərimiz dəyərlidir və əzizdir. Əziz analar, mən bir ana kimi sizin qarşınızda baş əyirəm. Öyle yalan umutlar, şehitlerdir şehitler, düşen akşam sabahlar, şehitlerdir şehitler, aman yanan çıraklar, şehitlerdir şehitler, ah yerim, yurt yerim, şehitlerdir şehitler. Biz Azərbaycan vətəndaşları 20 yanvar şəhidlərinin ruhu qarşısında and içirik ki, onların canı bahasına qazandığımız azadlığı qoruyacaq. Azərbaycan xalqı heç vaxt sarsılmadı, sınmadı. Bu ağır acılı yol bizim güclü birliğimizi daha möhkəm etdi. Və illər sonra xalqımız öz haqqını, öz tarixi torpaqlarını geri aldı. Bu gün dalğalanan üç rəngli bayrağımız həm şəhidlərimizin xatirəsi, həm qazandığımız zəfərin rəmzidir. İndi isə bu bayrağa olan sevgimizi rəqs ilə ifadə edək. uşaqlarımız da bunu bilsinlər. Onlar bunu görməyib, heç Allah olaraq belə bir günü göstərməsin. Amma şagirdlərimiz diqqətli olsun və çıxış edənlərin də çıxışlarına diqqətlə baxsınlar.
təqdimatlarını görsünlər və məncə bugünkü təqdimat qənaət bəxşdir. Düzdürmü? Çox özəl, çox öz sözünü deyən, öz fikirləri ilə rəqs hazırlayıblar. Çox gözəl bir təqdimatdır. Gəlin onları, uşaqları bir daha alqışlayaq. Onların bu təqdimatı hazırlamasında kömək edən bütün müəllimlərə, hamıya təşəkkürümüzü bildirək. Bizim uşaqlar, bizim şagirdlər hər bir tədbirə çox həvəslə hazırlaşır, zəhmət çəkir və öz sözlərini deyə bilir. Hər bir şagird özünü təqdim edir. Bu da çox yaxşıdır. Yəqin ki, hamınızı müəllimləri nəzərdə tuturan övladları, qohumları başqa məktəblərdə oxuyur və siz müqayisə edərsiniz. Bizim məktəbin şagirdləri hər bir tədbirə nə qədər həvəslə hazırlaşır və öz təqdimatları ilə öz sözünü deyə bilir. Burada biz adətən sinifdə özünü göstərməyən, yəni bacarığı göstərməyən şagirdləri də qeyd edirik və görürük ki, hər bir uşağımızın bacarığı var. Rəqsə, nitqə, çalğıya, təqdimata, şeirə, poeziyaya və bu da çox gözəldir. Bizim məktəbin qazandığıdır. Düzdür, Ayşədir? Afərin sizlərə uşaqlar.